Kapitalizm qurduq. Vallah beləsi Afrikada yoxdur. Siz elə cəmiyyəti də az tənqid eləmirsiniz. Haqlı tənqidləriniz rezonans doğurur. Deyirsiniz qızlarımızın hamısı müğənni olmaq istəyir, kişilərimiz də şair. Bəli, vallahi. Rəşid müəllim, niyə belə fikirləşirsiniz? Niyə belə? Vallahi deyirəm. Səs olanda səs olmayanlar da hamısı gedir ki, mən də oxuyacağam. Müğənni olacağam. Müğənni olacağam. Baxırsa çoxunun da səsi yoxdur vallahi. Mən Rəşid Behbudova qulaq asandan sonra buna baxa bilərəm bu artistlərin çoxunu. Yaxşı oxuyanlar çoxdur ha. Bəli, yaxşı oxuyanlarımız. Bəli, çoxdur. Yaxşı oxuyanlarımız. Mən Şövkət Ələkbərova qulaq asandan sonra bunlara qulaq asanmıram. Vallahi sanmıram. İndi onlar yoxdur. İndi onlar yoxdular. İndi çoxlarının adını çəkə bilərəm. İndi bilirsən, əvvəllər bizdə Sovet dövründə 60-cı illərin ziyalıları olub, xanım. Bizim kompozitorlarımız kim idi bilirsən? Quliyev, Fikrət Əmirov, Cahangirov, Kara Karayev. Bizim öz cəmiyyətimizin yetişdirdiyi isə Telli Borçalı və o birisinin adına da başına tac qoyan. Elza Seyidcahan. O da ağzına gələn deyir, mən sən ağzını tikeyim, nə bilim, kulağını tikeyim. Vahib şeylər bunlar. Nədir bu? Böyle deyirsiniz, başa düşməzsiniz, ben başa düşürüm. Allah sizi güldürsün. Allah sizi de güldürsün. Yox, biz yetişdirməliyik də, bizim də öz cəmiyyətimiz var da. Cəmiyyət gərək yetişdirsin. Yetişdirə bilmirik. Niyə yetişdirə bilmirik? Bilirsən Səbəb niyə? nədir? Niyə? Bax. Niyə? Səhvi harda eləyirik? Səhvi harda? Seyidcahan hara, Şairlər İttifaqının üzvü hara. İncimə məndən. Yox, incimirəm. Kim inciyir? İnciməsin, xahiş edirəm mən. Amma Elza Seyidcahanın bir sözü yadıma düşdü ki, mən tarixdə bir böyük şəxsiyyət kimi qalacam. Onda dəlli əlamətləri var. Özünü böyütmə ideyaları var. Kimdə özünü böyütmə, mania veliciya deyirlər. Şizofreniyanın maniakal formasıdır, xanım. O deyirlər, ha, Allah rəhmət eləsin, bir də mən o Kuliyeva, neydi? İlhamə Kuliyeva ilə çıxmışdıq. Orada bir də Allah rəhmət eləsin. Bir dənə də şair vardı, bir dənə də professor qadın vardı. Gəldi, oturan kim əlinə aldı mikrofonu. Azərbaycanda musiqi yox idi. Mən gəldim, musiqini yarattım. Mən getdim, xaricdə hər Azərbaycanı tanıtdım. Heç kəs tanımırdı Azərbaycanı. Mən danışdı. Bax, mən buyam, mən gözələm, məndən yoxdur dünyada. Heç kəs məni kim olamaz. Mən primadonnayam. Gördüm, Əkrəm Əylisli belə bilir. Dilimə nə silkələrisin? Dedim, İlhamə xanım, qutardınız mı? Dedim, İlhamə xanım, elm sübut edir ki, kim özündən müştəbihsə, kim özünü öyürsə, başqasından üstün tutursa, o dəlidir. Yox, mən dəli deyiləm. Dedim, vallahi ki, mənim də acığım tur elmlə. Duran deyir, mən kim oxuyan yoxdur. Qalxan, bir özünə tənqidin olsun. Bir adam özünü tənqid eləmir. Belə şey olmur. Ağıllı insanlar hamı eləyir. Hamısı eləyir, əlbəttə eləyir. Bəli, ağıllı insanlar, böyük insanlar hamısı eləyir. Mən də onun şahidi olmuşam. Ağıllı adamlar heç vaxtı bəlkə mən dediyim sözləri deməzlər.